Salam uşaqlar, hörmətli valideynlər, sizi də salamlayıram. Və dəyərli izləyicilər, hörmətli, dəyərli izləyicilər, valideynlər, uşaqlar. Deməli, mən bugün sizə səhifə 29-dan videolar hazırlayacağam. Baxaq görək 29-da nə deyilir. 29-da bizim, deməli, baxaq 29-cu səhifəyə. 29-da olan misallarımız neçədən başlayır? 8-dən başlayır. Həmişəyi kimi mən onu dəftərdə qeyd eləmişəm. Dəftərdən davam edirəm. Biraz deyəsən yubanıram. Biraz diqqətli olmağım lazım imiş. Bəli, nə deyilir burada? Bu keçdiyiniz bir əməllər sırasıdır, yenə də. Əməllər mötərizə olanda necə eləmək lazımdır? Misal 8-də, səhifə 29-un 8-də nə edirik? Mötərizə görürük uşaqlar burada. Bax, ortada balaca mötərizə görürük. Və biz A-cı bənddən sonra yenə bir mötərizə var. İlk mötərizəmiz elə A-dan sonradır. Biz buna böyük mötərizə, ortadakına isə kiçik mötərizə deyirəm. Başlayıram uşaqlar kiçik mötərizədən. Kiçik mötərizəyə qədər nə varsa yazıram. Nə var? Böyük mötərizə var, açıram. Mötərizənin içərisində var 6 çıx. Sonra mötərizənin içərisini eləyirəm. 2 vur 7, 14. Üstə gəl 1, 15. Bax, yazıram. Bu mötərizənin cavabı neçə oldu? 15. Çıx. Bu mötərizənin cavabı. Yəni 15 böl 5. Mötərizəni bağlayıram. Vururam 3-ə. Bəli, yenə də biz mötərizənin içərisini birinci eləməliyik. Mötərizənin içərisi hesablayaq. 6-dan 15 çıxmaq olmaz. Ona görə ki, çıxmaq olmur deyə yox. Bu 15 bölünməyə gedir. Birinci bölmə əməli olmalıdır. Çıxma ikinci dərəcəlidir. Sonra 15-i 5-ə bölürəm 3. 6-dan 3 çıxıram. Mötərizənin cavabı olacaq 3. 3-ü də vururam bu 3-ə. Mötərizənin cavabı olan 3 vurulsun mötərizədən sonraki olan 3-ə. 9. İkinciyə baxıram. Yenə burada 2 mötərizə var. Birinci mötərizəni çəkirəm. Kiçik mötərizəyə qədər, ortadakı mötərizəyə qədər nə varsa yazıram. 57 çıxılsın. İndi mötərizənin içərisini hesablayıram. 12 vur 3, 36. Bu mötərizənin içərisi eləyədi. Tam hələ demirəm. 36, üstə gəl 3, 39. 57 çıx 39. Mötərizəni bağlayıram. Artıq kiçik mötərizəni biz yerinə hesabladıq. 39 yazdıq. Bölünsün 6. Bərabərdir. Deməli, bölünsün 6. 57-dən 39 çıxıram. Yeri gəlmişkən qoy bunu da başa salım ki, uşaqlar sizə. Rahat olsun deyə bunu alt-alta yazmıram. 57-dən 40 çıxıram. Qalacaq 17. Axı birini çox çıxdım. 40 çıxdım da, 39 çıxmadım. 17 qaldı. Qaytarıram o biri özünə. Çox çıxmışam. 18. Mötərizənin cavabı olacaq 18. Kim birbaşa eləyə bilir? Elə belə eləsin. Şifahi. Böl 6. Bərabərdir 3-ə. 10'dur bu. 10'un kubu. Mötərizəyə qədər nə var yazıram. 10'un kubu çıxılsın. 2 dənə mötərizə görürəm. Açıram. Çünki ortadakı mötərizəni birinci hesablayacağım. Mötərizəni açıram. 24 çıx. Mötərizənin cavabı 24 çıxdı. Yox, vur. 10'un kubu çıx. 24 vur. Bax, bu vurdu. 8'dən də 3 çıxsam 5. Artıq bu mötərizə daha yoxdur. Cavabı var. 5 yazdım bura. Üstə gəl 9'un kvadratı. Bağlayıram mötərizəni, bəli, bağlayıram. Bağlayıram bu mötərizəni, bərabərdir. 24'ü 5'ə vursam
120, 24'ü 5'e vursaq, 20'ni vururam 5'e. 100, 4 vur 5'də 20, 120. 120'nin üstünə 9'un kvadratı 81 eləyir. 120 o da 81. Neçə olar? 120'nin üzərinə 81 gəlsəm 201. 201 olacaq. Onun kubu da 1000'dir. Burada davam eləyirəm. Qoy bunu mən qırmızıyla burada davam eləyim. Onun kubu 1000 deməkdir. 1000 çıxılsın 201 mötərizənin cavabı elədir. 201. 1000'dən 200 çıxsaq qalar 800. Biri də çıxsaq 799. Cavab. Davam eləyirik D-ci misalına. Yenə mötərizəyə qədər olanı yazıram. 15 çıx. Mötərizəyə baxıram. Görün bu mötərizəni başlayıram eləməyə. Yox. Eləmirəm. Kiçik mötərizəni eləməliyim. Ortadakı balacanı. Ona görə yazmalıyam bunları. 48 bölü 3. Bu elə bir haldır ki, bunu yazmaq da olar. İndi bizim qanunumuz odur ki, kiçik mötərizəyə qədər olanları yazaq. 48 mötərizəmizi açırıq. 48 böl 3. Biz ilk dəfə kiçik bu ortada olan mötərizəni ləğv eləməliyik. Ona görə də bunu saxlayıram. Çıx. 4 üstə gəl 6, 10'dur. Bu kiçik mötərizənin yerinə yazıram 10. Bağlayıram kənardakı mötərizəni. Bərabərdir. İndi mötərizəni eləyirəm. 48'i 3'ə bölsəm 16 eləyər. 16. 16'dan 10 çıxsam 6 olar. Deməli, bu mötərizənin cavabı oldu 6. 15 çıx 6 da verəcək bizə 9. Yenə də böyük mötərizəni açıb içindəkiləri yazıram. Kiçik mötərizəyə çatanda içərisini hesablayıram. 1 üstə gəl 60 böl 1 üstə gəl 60 böl kiçik mötərizə. 4'ün kvadratı eləyər 16, çıx 4, 12. Bu ortadakı mötərizənin yerinə 12 düşəcək və böyük mötərizəni bağlayıb 15'ə vururam. Bərabərdir. Hesablayaq. 60, 1'in üstünə 60 gəlib sonra bölmürəm. 60'ı 12'yə bölsəm 5 düşər. 5. 1'in də üstünə 5 gəlsəm 6. Mötərizənin cavabı olacaq 6. 6'nı da 15'ə vursam 90 eləyər. Yenə də burada böyük deyirəm. Bəzən buna orta mötərizə də deyirlər. Buna kiçik mötərizə deyirlər. Hər halda bu kiçikdən biraz böyükdür olduğuna görə mən buna böyük mötərizə deyirəm. 20 çıx kiçik mötərizəyə qədər nə var yazırıq. Özü də böyük mötərizənin içərisində yazırıq. Çünki hələ bunu ləğv eləmirəm. Əvvəlcə ortadakı balaca mötərizəni ləğv eləyim, sonra gəlib bunu ləğv eləyəcəm. Sonraki anda, etapda. 20 çıxılsın. Hesablayıb kiçik mötərizəni ləğv eləyirəm. 2 vur 3 6, bu da üstünə 1 gəlsək 7. 20 çıxılsın 7. Bəli, bu mötərizənin içərisi oldu. 20 çıx 7. Vur 4. 20'dən 7 çıxsaq 13 eləyər. 13'ü 4'ə vururuq. 10'u 4'ə vurarıq 40. 3'ü də 4'ə 12. Bərabərdir. Toplasaq 52 eləyər. Yenə də G-ci bənddəyik. 34 bölünsün. Burada da 2 mötərizə var. Bir mötərizələri biz keçən dərsimizdə eləmişik. Keçən videoda bölünsün. Biraz böyük mötərizə 30 çıxılsın. Gəlirəm kiçik mötərizəni, ortada olan mötərizəni ləğv eləyəm. 30 çıx 10, 20'dir. Bəli. 34 böl. Buranı da bağlayıram. Mötərizəni də bağladım. Bu böyük mötərizəni. Nə aldıq? İndi 34 böl 30 çıx 10. 30 çıx 20. 30 çıx 20. Mötərizənin içərisində 30 çıx 20 10 eləyər. 10. 34'ü bölürəm 10'a. Siz hələ bu barədə keçməmisiniz. 34 böl 10 yazıb belə saxlayıram. Ki, bəlkə kitabda nədənsə belə bir misal verilib. Siz də bu qaydada saxlayın. Bölə bilmərik. Bir neçə dərsdən sonra bunu bölmə qaydasını öyrənəcəksiniz. 28 böl 7.
mötərizənin içərisində, kiçik mötərizədə. Çıx 1. Böyük mötərizəyə qədər olanı yazıram, açıram mötərizəni. 6 vurulsun böyük mötərizə, kiçik mötərizəni hesablayıram. 28-i 7-yə bölsəm 4, 4-dən 1 çıxsam 3. Bu balaca mötərizənin içərisi 3 eləyir. Mötərizə başda yazıram 3, vurulsun 9. Üstə gəl 3-ün kubu. Bağlayıram mötərizəni. 6-nı indi bu böyük mötərizənin cavabına vuracağam. Birinci 3'ü vururam 9'a. 27. 27. Üstüne de gəlirəm 27. 27, 27, 54 eləyər. Sonra 6'nı vururam 54'ə. 6 vur 54. 6'nı 50'ye vursam 300. Bu da 6 vur 4'te 24. 324 eləyəcək bu. Bərabərdir. Yenə davam eləyək. Böyük mötərizəni açıb, kiçik mötərizə burada 3 dənədir uşaqlar. Bax, bu bir kiçik mötərizə. Bağlayıram mötərizəni. Yenə də var. 2 dənə. Biri buradadır, kiçik mötərizə. Biri də bu böyük mötərizənin içindədir. Böyük mötərizəni açdım. 4'ün kvadratı 16. 16 çıx 9. 5 eləyər. 16'dan 9 çıxsaq 7 eləyər. 7'ni vururam 2'yə 14. Birini də çıxıram 13. Bu mötərizənin içərisi olacaq 13. Vurulsun. İndi heç bizə bir daha mötərizə burada lazım deyil. Bir dənə ilə. Aha, mən burada səhv elədim. Uşaqlar çıx 1. Düz elədim 13. Vurulsun. 7'dən də 4 çıxsam 3. 13'ü də 3'ə vursam 39. Bu deməli ki, səhifə 29'da olan 8-ci misal idi. Yeri gəlmişkən uşaqlar bəyənin, abunə olun. Aynur fikrində bir ədəd tutub. Biz bilmirik nə qədər tutub. Bu ədəd 8'in kubundan 463 vahid kiçikdir. Deməli, Aynur fikrində fərz eləyək ki, bir x ədədi tutub. Bu x ədədi nəyə bərabərdir? Bərabərdir 8'in kubundan 64'ü vuraq. Deməli, 64'ü vururam bir də 8'ə. 8 vur 8, 64, bir də 8. 64'ü vururam 8'ə, 32, 3 yadda, 48, 3, 51. 512'dən x bərabərdir 512'dən. Bu neçənin kubudur? 8'in kubu. Gerek birinci misalı yazardım. Sonra bunu yazardım. Qoy bunun üstünə xətt çəkim. Deməli, Aynurun fikrində tutduğu x ədədi bərabərdir 8'in kubundan kiçikdir. 463 vahid. İndi onda x nəyə bərabərdir? X bərabərdir 8'in kubunu tapdıq ki, 512'dir. Çıxılsın 463. 463'ü mən burada çıxıram. 9, 4, 49 eləyər. Uşaqlar. X bərabərdir 49. Aynur fikrində hansı ədədi tutub? 49 ədədini. İndi mən birbaşa burada cavab sözü yazmadım. İstəsəniz müəlliminiz cavab, şərt, izah tələb edirsə yazın, keçdim məsələ 10'a. 29. 2 xalçadan biri kvadrat, biri kvadrat, digəri də düzbucaqlı formasındadır. Kvadrat xalçanı, bax kvadrat sözü yazmışam, ölçüləri. Uzunluğu 2 metr, eni də 2 metr. Sözsüz ki, elə olmalı da kvadratdır. Düzbucaqlı xalçanın düzbucaqlı ölçüləri. Düzbucaqlı xalçanın ölçüləri, xalça sözünü yazmamışam. Uzunluğu 3 metr, eni 2 metrdir. İndi biz iki xalçanı da bu bir nəfər, deməli ki, müştəri, kitabımızda da belə yazılıb, xalçanı almaq istəyir ikisini də. Bir kvadratı da bunun olur 43 manata. Bax, burada yazmışam, 43 manata. Bəs bu nə qədər pul ödəyəcək ona? Olarsa, müştəri 2 xalçayı nə qədər ödəyər? Birinci kvadrat xalça 2 vur 2'dir. 4 kvadrat metrdir.
İkinci isə 3 vur 2-dir. Uzunluq 3-dür, en 2-dir. 2-ni 3-ə vurmuşam, 6 metrin kvadratı. Görürsən, burada yadımdan çıxıb. İndi toplayaq 2 xalça neçə kvadrat metrdir? 4 bu düz kvadrat xalçamız, 6 da düzbucaqlı xalçamız. Toplamışam 10 kvadrat metr. 1 kvadrat metr 43 manatdırsa, ona vurarıq. Bax, vurmuşam 10 kvadrat metri 43-ə vurub 430 manat almışam. Bu da ikinci məsələmiz idi. 29-da 9-cu və 10-cu məsələləri mən sizə izah elədim. İndi 11. Yenə də bu xalçadır uşaq. Yox, bu da məsələdir. Xalça dedim, bağışlayın. Deməli, şəkildəki düzbucaqlının eni uzunluğundan 60 santimetr qısadır. En qısadır. Uzunluq verilməyib. Verilsəydi 60 çıxardıq, tapardıq. Onda məsələmizi belə deyək. Uzunluq en 60 santimetr qısadırsa, yəni bu 90 santimetrdir burada düzbucaqlının. Onda bununla uzunluqdan 60 santimetr qısadırsa, uzunluq enden 60 santimetr uzun olacaq. Bax, bunu başa düşün əsas ki, məsələdə sizə bilavasitə bunu fikirləşməyi istəyir ki, uzunluğu tapmaq üçün verilsəydi 60 çıxıb 90 alardıq, verilməyib. Onda bunu uzun götürək 60 santimetr. Bax, burada yazıram 90'ın üstünə 60 gəlirik, 150 santimetr. Bura nə qədər tapdıq? 150. Mavi hissənin, bax, bura mavidir, mən rəngləməmişəm. Bax, bu ştrixlənməsi hissə var. Orta ağ qalır. Kitabınızda da var bu şəkil. İndi göstərəcəyəm sizə kitabdakı şəkli də. Bax, bu ortadakı ağ rəng qalır. 150 uzunluqdur, 90 da buradır. Biz tapaq görək əvvəlcə bu düzbucaqlının sahəsi nə qədərdir? Sahəni soruşur bizdən. 90'ı vururuq 150'yə, eni vururuq uzunluğa. Düzbucaqlının sahəsi S, düzbucaqlı D hərfi yazıram. Bərabərdir 90 santimetr vurulsun 150 santimetr. Bərabərdir. Uşaqlar, santimetrə vuranda bilirsiniz ki, axırda biz santimetri üstü kvadrat alacağıq. Həm də ölçü vahiddir bu. Sahədən gedirsə söhbət, sahəni tap deyirsə, mütləq üstünə kvadrat yazın. Bəs burada 90 uzunluq idi deyə kvadratı yox idi. 150 uzunluq idi deyə üstündə kvadrat yox idi. Bax, bunu başa düşün. Sahə soruşur. Sahədə mütləq kvadrat olmalıdır. 9 dənə 15. 9'u vururuq 15'ə, sıfırları da gəlirik yanına. 15'i vururam 9'a, 45, 4 yadda. Bir dənə 9, 9, o da 4, 13, 135. 2 dənə də bu sıfırı gəlirəm yanına. 13.500 santimetr kvadrat var. Bu 13'dən nöqtə qoydum oxumaq üçün. 13.500 santimetr kvadrat. Sahəsini tapın. Bundan qutarmırıq. Göy hissə və bu ağ qalıb axı bax burada. Bu da kvadratdır. Balaca isə kvadratdır. Bu düzbucaqlı idi. 90, 150. Bu isə 70, 70'ə olan kvadratdır. Bunun da sahəsini tapaq, içərisini çıxaq bu böyük kvadratdan. Yəni 70'i vuraq 70'ə. Yazıram S kvadrat. Kvadrat bu ağ rəngdir. Bərabərdir. 70 vur 70'ə. 70 santimetr. Vur 70 santimetrə. 7 vur 7. 49. 2 dənə də sıfırı gəlirəm. 4900 santimetr kvadrat. Cavabımız belə olacaq. 13.500, bütöv bu düzbucaqlının sahəsindən bu balaca kvadratın sahəsini çıxıram ki, bizdən soruşur. Bax, bu mən burada xəttədiyim sahəni tapmalıyıq. Alt-alta yazacağım. 13.500 çıxılsın 4.900. Görünür yəqin ki buradan. 0, 0, 15'ten 9 çıxsaq 6,
Burada 2 qalmışdı. 12-dən də 4, 8. Birini vermişdik 5'e 2 qalmışdı. 8600 kvadrat metr. Cavab budur. Kvadrat santimetr. Santimetr kvadratı. 12-də nə deyilir? Yəni bu mən bir dedim sizə şəkili göstərəcəyəm. Qoy şəkili bir də sizə şəkildə göstərim inşallah. Orada mavi deyirdi. Mən nəsə onu rəngləmədim. Bax bunu tapdıq. 150 uzunu oldu, 90 da eni. Bütövlükdə əvvəlcə bunu tapdıq. Sahəsini, içərisi ağ qarışıq bir yerdə sahəni tapdıq. Sonra 70'i 70'e vurub 4900'də bu ağ yeri tapdıq, ağ kvadratı. Bütöv düzbucaqlının sahəsindən ağ kvadratın sahəsini çıxdım. Məsələ 12'də nə deyilir? Deyilir ki, uşaqlar, belə bir nə verilib bizə? Tili 78 olan, santimetr olan taxta kubdur bu da uşaqlar. Tili 78'dir. Yəni bax, hündürlük 78, uzunluq 78, en də 78 kubdur. Hündür, en, uzun hamısı bərabərdir. Belə bir kubdan bu hissəni kəsib çıxardıblar. Qoyublar bax bura yerə. Deyir ki, siz bu hissəni hesablamayın. Ancaq yerdə qalanları hesablayın. Əvvəlcə biz bunu qaldırıb qoyuruq bura, hesablayırıq hamısını bir yerdə. Sonra bunu hesablayıb çıxırıq. Yəni bu boşluqda olacaq da bu. Bunu çıxıram. Onda mən nə edəcəm uşaqlar? 78'i vururam 78'e, vururam 78'e. Nəyi tapıram? 3 dənə ölçü bir-birinə vuranda. Kubun həcmini tapıram. Bax bizdən həcmi soruşur. Həcm nə qədərdir? Göy qalan fiqurun həcmi, kəsib götürəndən sonra yerdə qalan fiqurun həcmi nə qədərdir? Deməli, bunun birinci kubunun həcmi, bütövlükdə kubun həcmini tapıram. Sonra bax bunlar da verilib. 34, 46, 28. 34 budur. 46 bax budur. 28 də budur. Bax burada da göstərim. 28 hündürüdür. Eni 34, uzunu 46. Kəsilən hissəni də tapıb həcmini, bütöv kubun həcmindən çıxmalıyam. Məsələnin məğzi mənası budur. Mən bunun şəklini çəkməmişəm kitabda uşaqlar. İndi tapıram həcmi. Buradan göstərib tapıram. Həcmi tapmaq üçün kubun həcmini V kub, K hərfi yazıram. Bərabərdir. 78, 3 dənə ölçü. Həcmdə 3 ölçü vururlar. Sahədə isə 2 ölçünü vururlar bir-birinə. 2 dənə uzunluğu eni. Həcmi üçün 3 ölçü. 78 vurulsun 78, vurulsun 78. 3 dənə 78'i bir-birinə vurmaqdansa bəlkə belə yazaq uşaqlar. 78'in kubu santimetrində kubu. Həcm buna bərabərdir. Eləmi uşaqlar? İndi bunun həcmini tapaq. Balaca hissəni. Burada isə hesablamaq lazımdır. Bu artıq düzbucaqlıdır. Ölçülər eyni deyil. 46'nı 34'e 28'e vururam. V düzbucaqlı. Yəni həcmi. V düzbucaqlı. Bərabərdir. Bunu biz davam edib tapacaq hələ. Tapmalıyam uşaqlar. Hələ ki qoy bunu yaddan çıxmamış yazım. Sizin yadınızdan. 28 santimetr. Burada birbaşa kub yaza bilmərəm. Çünki 3 dənə 78'i vururdum deyə kub yazdım. 28 santimetr. Vurulsun 46 santimetr. Vurulsun 34 santimetr. Bərabərdir. Mən bunları bir vurun burada yazım uşaqlar. Sizin üçün. Hesablayım. Cavabı deyim. 28'i 46'ya, sonra da 34'e vuracağım. 46 vur 28, 48. 4 yadda, 32, 4, 36, 12, 1 yadda, 90. 8, 8, 12.
1228-i də vururam 34-ə. 1288-i 34-ə. 32 3 yadda. Yenə 32 35 3 yadda. 8 11 1 yadda 5. İndi 3'ü vururam. 3 vur 8 24. 3 vur 8 24 26. 2 yadda 8 3. Eləyəcək 2 9 7 13 43792. 43792 santimetrin kubu. Biz balacanı da tapdıq. İndi bunu davam eləyək. 78-i 3 dəfə özü-özünə vuram. Burada vuracağım uşaqlar. Mən əlavə kağızda vurub davam eləyəcəm. 78-i 3 dəfə vurum öz-özünə. Görək nə olacaq. 78 vurulsun 78. Diqqətli olun. Bəlkə mən də səhv eləyirəm uşaqlar. Tez-tez eləyirəm. 64 6 yadda. 56 bu da 6. 62 7 vur 8 56. 5 yadda 49. O da 5 54. Toplayanda 8 vur 8 64. Yəni bu 4 8 10 1 yadda 6 4 10 1 yadda bu da 6. Deməli biz hələ bir dəfə vurduq 78-i. 6084. 6084-ü tezdən bir də mən 78-ə vuracağım. Əslində mən bunları sizə tapşıra bilərdim. Özünüz eləyə bilərdiniz. 4 vur 8 32 3 yadda 64 3 67 6 yadda 0 6 6 vur 8 də 48 7 vur 4 28 2 yadda 56 58 5 yadda 5'i bütöv yazıram 0'a vurduğum üçün 42 2 15 1 yadda 14 o da 1 15 yine 1 yadda 6 8 14 1 yadda 7 büyük bir rakam aldık. 474.512. Deməli bu oldu 474.552. 552 santimetr kubu. İndi bu böyük kubun həcmindən çıxıram bu düzbucaqlının həcmini. Bunu mən bu hissədə eləyəcəyim uşaqlar ki sizə deməli bunun davamı kimi mən kağızda eləmək istəyirəm ki bir də səhifəni o biri tərəfi açmayım, aralı düşməsinlər bunlar bir-birindən. Əlavə kağız götürüb eləyəcəm. Nədən nəyə çıxıram uşaqlar? 474.000 bu böyük kub və bu göy rəngdə olan 552 çıxılsın 43.792 0 15'ten 9 6 burada kaldı 4 14'ten 7 7 0 7'den de 4 3 430.760 santimetrin kubu. Bu hansı oldu uşaqlar? Bu deməli kəsik kubun, kəsilmiş. Bax bunun həcmidir. Tapdığımız 430.760 santimetr kub və ya da kub santimetr əslində belə oxunmalıdır. 430.760 birinci bunu oxuyuruq kub, sonra santimetrə deyirik. Əgər birbaşa müəllim deyəcək ki, uşaqlar, məsələ 12-ni eləmişsiniz, yaxşı o kəsik kubun həcmini nə qədər tapmışsınız? Siz durub, bax bu elədiklərimizi demirsiniz. Əgər müəllim birbaşa soruşsa, elə bax bu misalın cavabını deyirsiniz ki, bax bunu tapmışam müəllim. 430.760. Bu bizim səhifə 29'da olan
məsələlərimiz, neçə məsələmiz oldu burada? 3 məsələmiz oldu. Yox, 1, 2, 3, 4 məsələ və bir misal oldu deyəsən. Bir misalımız oldu, bəli. 4 dənə cəmi. Bu qədər uşaqlar. Bəyənin, abunə olun, paylaşın, izləyin.